Dünya Səhiyyə Təşkilatı deyir ki, ortalama hamiləlik 40 həftə çəkir. Amma mən 40 həftə hamilə çox görmürəm. Yəni adətən 39-cu həftədə bu yekunlaşmış olur. Öz-özünə sancı ilə başlaya da bilər. 42 həftəvizə gələrsiniz, heç sizin sancınız olmaya da bilər. Hər bədən fərqlidir. Məsələn, elə qadın var ki, 36 həftəsində doğur. Deyir ki, mən bütün hamiləliklərimi 35-36-da doğuram. Amma elə qadın da var ki, 42-yə gəlir, doğmur. Yəni burada özünüzü, bədəninizi günahkar çıxartmanıza gərək yoxdur. Hər kəsdə fərqlidir. Saç rənginin fərqli olduğu kimi, göz rənginin fərqli olduğu kimi doğuş prosesi də fərqlidir. Təbii doğuşun üstünlükləri nələrdir? Bundan başlayacağıq. Deməli, normal doğum elədiniz. Normal doğum eləyəndən sonra hardasa bir günə qədər ortalama 10 saatla 24-26 saat arası bir sancı çəkirsiniz. Hər xəstədə bu da fərqlidir. Tez bərpa olaraq adi həyatınıza qayıdırsınız. Yəni siz arkadaşlar doğum eləyəndən sonra doğum zalından öz ayağınızla çıxıb palatanıza gedə bilirsiniz. Düzdür, biraz əliniz, ayağınız əsir, çünki gücənmisiniz, əzəlləriniz yorulub. Amma əgər doğuş prosesiniz rahat keçibsə, palataya çox rahatlıqla özünüz gedirsiniz. Bədəninizdə heç bir yara izi olmur, heç kim sizin qarnınızı kəsmir, orada əməliyyat stoluna çıxmırsınız, yəni rahat bir süreç olur. Normal doğuşdan sonra xəstəxanada bir gün qalmanız kifayətdir. Bizim xəstəxanamızda biz 2 gün tuturuq. Amma biz Türkiyədə işləyəndə biz bir gündən artıq tutmurduq. Hətta 18 saat, 12 saat tutduğum hamilələrin belə olurdu. O qədər, yəni onu demək, təkrar doğuşlarda özəlliklə doğurdular, hər hansı bir problem olmurdu, qalxıb evlərinə gedirdilər. Normal doğuşdan sonra, baxın, doğum prosesini başladan bilirsiniz nədir? Sizin o qarnınızda sancıları yaradan və eyni zamanda bizim süni sancı verdiyimiz preparatın adı oksitosindir. Deyirsə, doktor, mənə süni sancı verəcəksiniz, biz də deyirik ki, yox, verməyəcəyik, öz sancınla gedəsən. Bax, o süni sancı oksitosindir. Oksitosin hormonu. Oksitosin hormonu sevgi hormonudur. Oksitosin hormonu bağlanma hormonudur. Bu oksitosin çox yaxşı hormondur. Yəni bunun o qədər funksiyası var qadın orqanizmində. Bağlanma, ondan sonra süd vermə, südünüzün belə gəlməsində bu ən önəmli, belə deyim də, rola sahib olan bir hormondur. Bədəninizdə oksitosin artır və siz, məsəl üçün atıram, 12 saat sancı çəkdiniz. 12 saat daimi olaraq sizdə oksitosin sintez olunur. Ona görə nə olur? Oksitosin ana südü gətirən bir hormondur. Təbii doğan qadının südü keysəriyyəyə görə daha tez gəlir. Yəni təbii doğan qadın hardasa yarım gün sonra uşağını artıq çox rahatlıqla döşüyünə salıb əmzirə bilir. Niyə? Çünki artıq siz saatlardır bu hormona məruz qalırsınız. Ana əməliyyat keçirmədiyi üçün daha tez qidalanır. Biz əməliyyat olan xəstələrə 8 saat heç nə yedirtmirik, içirtmirik. Çünki ürəkləri bulana bilər. Amma siz təbii doğduğunuz üçün uşaq çıxdı, durursunuz, gedirsiniz, quymağınızı yeyirsiniz, itirdiyiniz enerjini qazanırsınız. Yaxşı yediyinizə görə, həmən suya qidalanmaya başladığınıza görə südünüz də artır. Keysəriyyədə nə olur? Keysəriyyədə biraz daha uzadırıq. Deyirik ki, 4-5 saat heç nə yemə, içmə, 8 saat yemək yemə. Onda nə olur? Ana daha çox susuz qalır və südü biraz daha gec gəlir. Normal doğuşda körpə dünyaya gələrək dar bir yoldan keçir. Deməli, ortalama 4 tane belə doğum manevrası var. Baş bükülür, açılır, fırlanır, çöldə təzdən fırlanır. Yəni dar bir kanaldan keçdiyinə görə ağciyərin içindəki suyu kanaldan sıxa-sıxa çıxadır. Yəni ki, o kanaldan keçə-keçə ciyərin içərisindən bütün su sıxılaraq ağızdan tökülür. Yəni uşaqlar adətən təbii yolla doğulan uşaqlarda yaş ağciyər dediyimiz, yəni uşaq suyunu uddu deyə bir şey eşitmirik. Tamamilə suyunu boşaldaraq çıxa bilir. Doğuş oldu, doğuş olandan sonra ana körpəsini dərhal görür. Nə edirik biz? Hətta doğumda biz adətən elə eləyirik. Uşaq çıxar-çıxmaz götürürük, ayağının arasından çıxadırıq, qoyuruq ananın göbəyinin üstünə. İlk təmas, yəni həkimin əlindən çox ananın təmasını hiss eləyir. Əlaqə qurur, daha tez emosional bağ yaradır. Daha tez döşünə qoyur, anne-bebek bağını daha sürətli yaradırıq. Daha sürətli yaratdığımıza görə də o emosional bağın daha güclü olduğuna inanırıq. Təbii doğuşun təbii ki fəsadları da var. Fəsadlar yəni hər zaman yaxşıları yox. Mən yaxşı həm də pisi də deyəcəm. Fəsadlar haqqında deyim sizə qısaca. Doğuş zamanı məsələn bizim qaynanalarımız, analarımız, böyüklərimiz bizi biraz qorxudu şey deyirlər. Yəni bizi biraz rahatlatmaq üçün deyirlər ki, ay qız heç nə olmaz, gedəsən 2-3 saata doğub durasan. Amma maalesef elə olmur. Hər kəs, yəni doğuma gələnlər adətən bu abu-hava ilə gəlirlər ki, mən 2-3 saata doğacam, ondan sonra durub gedəcəm. Doğuşda biz birinci doğuşdursa özəlinə epiziotomiya dediyimiz bir kəsiyi ata bilirik. Böyük faysallarda atırıq. Bu epiziotomiya nədir? Baxın, siz həyatınız boyu doğmamısınız, düzdürmü? O vaginanıza ümumiyyətlə ilk cinsi əlaqədə belə qışqıra-qışqıra əlaqəyə girdiyinizi düşünün. Təsəvvür edin, oradan bir uşaq başı çıxadırsınız. Uşaq bədəni çıxadırsınız. 4 kilo ya da 3 kilo yarım uşaq çıxadacaqsınız. Bunun oradakı toxumalar çox sərtdir. Onlar daha öncə oradan heç nə çıxartmayıblar. Ona görə də bağlar, özəllə gənc xəstələrdə
Biraz da gənc qadınların əzələ sistemi də güclü olur. O bağlar çox sərt olur. Uşaq çıxarkən, yəni daha çox yeri cırmasın deyə kontrollu bir kəsiyə atırıq. Epiziotomiya dediyimiz. Bu yana doğru olur. Yəni indi şəkillər var, orada göstərəcəm. Epiziotomiya hardasa ortalama şəhadət barmağınızın yarısı qədər olur. Yəni adətən bu artıb getməsə şəhadət barmağınızın yarısı qədər olur. Bəzən doğuş zamanı körpə çıxarkən də kəsiyi genişləndirir. Düz bağırsağa, ondan sonra düz bağırsağın belə deyim sfinkterinə qədər gedib yırtıqlara səbəb ola bilər. Yəni siz əgər doğmağa gələcəksinizsə, bu risklərin hamısını bilməlisiniz. Məndə kesik ola bilər, məndə yırtıq ola bilər. Mənim sabah düz bağırsa düzdür, mənim şükür başıma gəlməyib. Çox nadir ağırlaşmalardır bunlar. Yəni bunu adətən həkim öncədən görə bilir ki, bu doğa biləcək ya yox. Amma işdir, qəzadır, doğuş prosesində kontrol uşaqda olur. Yəni onun içərdən hansı pozisyonda çıxacağını biz bilə bilmirik. Ona görə də bu tarz yırtıqlar və ilərləyən zamanlarda nəcis saxlaya bilməmə, sidiyi saxlaya bilməmə kimi problemlər də ola bilir. Baxın, bu epiziodu biz adətən belə açırıq. Uşaq buradan çıxanda buranı, yəni uşaq hər tərəfi oradan-buradan cırmasın deyə kontrollu buradan biraz kəsiyi açıb genişlədirik bu dəliyi. Genişlədəndən sonra uşaq biraz daha rahat çıxır. Baxın, bu şəkildə kəsirik. Deyəsiniz ki, bu necə kəsirsiniz? Bəs xəstə qışqırar axı. Baxın, bu bölgəni uyuşdururuq. O uşaq çıxan vaxtda o qədər güclü bir ağrı olur ki, xəstə heç nə istəmir. Alt bölgəsini ümumiyyətlə hiss eləmir. Düzdür, mən təbii doğuş yaşamamışam, amma nə qədər xəstə ilə işləmişəm və mən bura narkoz vurmasam belə, anestezi vurmasam belə, xəstələrin heç biri bunu hiss eləmir. Çünki onlar tam gücənmə ərəfəsində biz onu kəsirik. Bura o qədər uyuşur ki, uşağın başı buranı o qədər basır ki, o bölgə uyuşuq olur. Uyuşuq olduğuna görə zaten buranı hiss eləmirlər. Bura kəsilir. Bəzən dediyim kimi, baxın belə kəsiklər də ola bilər. Amma adətən biz bax bunu eləyirik. Bu anatomik olaraq ən uyğun olanı budur. Bundan başqa doğdunuz, gücənirsiniz. 2 saata qədər ilk doğumda gücənmə fazası var. Təkrar doğuşlar daha rahat olur. Mən əsasən ilk doğuş dezavantajlarından gedəcəm. O qədər gücənirsiniz, güc verirsiniz. Biraz da doğa bilməyəndə, gücünüz qutaranda bəzən akuşerka çıxır, qarnınızın üstünə basır. Bəlkə təkrar doğanlar varsa burada birinci doğuşu bu şəkildə necə? Özəlliklə dövlət xəstəxanasında, bəzən özəldə də olur. Yəni mənim də özümün başıma gəlibdi. Elə bir vəziyyətdə olub ki, uşaq ana gücənmir. Məcbur biz onu basıb doğuzduruq ki, uşağa orada nəsə olmasın da, yəni doğuş prosesi ləngiməsin. O zaman nə olur? Biraz həkim basır, daha doğrusu akuşerka bastırır. Ondan sonra biraz siz gücənirsiniz. Daimi olaraq gücən, saatlarla gücən sidik hissəsində sallanma, sistosel dediyimiz problemlərə səbəb olur. Mən sadəcə hamilə təqib eləmirəm də, ginekoloji xəstələrə də baxıram. Mənə sidik sallanması, sidik qaçırma şikayəti ilə gələn qadınların arasında keysəriyəli xəstə açığın deyim, çox az görmüşəm. Düzdür, əvvəllər daha çox da 45'li yaşların üstləri daha çox normal doğublar. Yəni adətən belə deyim də, doğuşdan sonra bu problemləri mən görürəm. Mən məsələn keysəriyə olub vaginasında sidik qaçıranı çox nadir görürəm. Düzdür, sallanma ola bilər, amma funksional bir pozulma çox nadir görürəm. Normal doğuşda hamilə qadınları uzaqlaşdıran səbəblərdən biri də ağrıdır. Deyirlər ki, mən o ağrıya necə dözəcəm? Biraz da internetdə belə yalan-yanlış bilgilər yayılır. Ay, dünyadakı ən güclü 3-cü ağrıymış. Sanki sümüklərinin üstündən tank keçirmiş. Yəqin ki, qabağınıza çıxır bu tarz, belə deyim də, Instagram paylaşımları. Amma bu ağrını, yəni mən həmişə hamilələrə deyirəm. Bu ağrıdan, doğuş ağrısından mən ölən insan görməmişəm. Yəni, siz eşitmişsiniz ki, ağrı çəkdi, öldü. Allah uzaq eləsin, ana ölümü başqa səbəblərdən olur. Emboliyadan olur, qan axmadan olur. Ağrı çəkən ana ölmür, yəni. Elə bir şey yoxdur. Temboli biz elə bir dönəmdə yaşayırıq ki, ağrısızlaşdırma yöntəmləri də bütün xəstəxanalarda tətbiq olunur. Məsələn, epidural doğuş, prenses doğuş deyirlər. O doğuş yöntəmləri falan var və ona görə də bu ağrı öldürən bir ağrı deyil. Amma bundan çox qorxur xəstələr və direkt keysəriyyə olmaq istəyirlər. Bir də həkimə çatmamaq. Birdən yolda doğdum. Yəni əminəm ki, bu hamınızın qorxusudur. Birdən mən çatmadım. Yəni mən yaşayıram Badamdarda, həkim oturub Qarayevdə, buradan ora hardasa 40 dəqiqə yoldur, günorta vaxtı mən necə çatacağam, yolda doğdum. Baxın, mən sizə deyirəm, siz əgər birinci doğuşsuzsa, sizin düzənlib sancılarınız başlayandan sonra ən tez ehtimaldan 5 saatdan tez doğmayacaqsınız. Düzənli sancı nədir? 3 dəqiqəyə bir, 2 dəqiqəyə bir gələn, keçən, gəlir, sancılarınız gedir. 2 qatsız, amma 2 dəqiqəyə bir tutur, bıraxır. 2 dəqiqə sancı çəkirsiniz,
2 dəqiqə rahatlayırsınız. 2 dəqiqə bu düzənli sancıdır. 2 büklüm gəlmisiniz xəstəxanaya. Bu 2 büklüm vəziyyətinizlə 5 saat vaxtınız var. 4-5 saat vaxtınız var. Yəni mən yolda doğdum. Mən indiyə qədər həyatımda, yəni Azərbaycanda işlədiyim müddətcə bircə dənə bir hamiləm 1 santim açılışla 10 santim açılış arasında 15 dəqiqə vaxt getdi. Birinci hamiləliyimi mən təqib eləmişdim. Birinci doğuşuydu. Mən şoklar içərisində idim. Yəni qadını müayinə elədim. Dedim 1 santimdir, yatıraq. Suyu gəlmişdi. Getdim otağa, güya bir çay içəm. Akşerka yığdı ki, bu gücənir. Dedim, herhalde yəqin başqa xəstə gücənir. Yox, dedi, bu gücənir. Dedim, axı gücənməsin, onun 1 santim açılışı var, cırılacaq. Arkadaşlar, inanmarsınız, gəldim, baxdım, uşağın başı. Yəni, mən yanlış müayinə edə bilmərəm. Yəni, mümkünatsız bir şeydir. Mənim müayinəmdə yanlış ola bilməz. Xəstə 15-20 dəqiqə ərzində 1 santimdən 10 santima gəldi. Çox xoşbəxt qadındır məncə. Dünyanın ən xoşbəxt qadınıdır. Heç doğuş ağrısı çəkmədi. Cırıqsız və s. doğdu. Balaca da doğdu. Balaca döldüsə, açılış sürətli gedə bilər, sürətli doğa bilərsiniz. Amma bu çox nadir bir durumdur. 99% halda 4-5 saatdan tez doğmayacaqsınız. Yəni Gəncədən belə durub Bakıya gələ bilərsiniz. Nə bilim axı, Hacıqabuldan da durub Bakıya gəlməyə vaxtınız çatır, düzənli sancılarınız varsa. Bu aiddir birinci doğuşa. Təkrar doğuş belə deyil. Bu təkrar doğuşa aid deyil. Təkrar doğuş sürətli olur, çox sürətli ola bilir. Yəni təkrar doğuşda 2 dəfə fikirləşmək lazımdır. Ağrı başlayan kimi gəlmək lazımdır. Düzənli sancıları, yəni oturub sancı çəkməyə gözləmək olmaz. Evdə doğa bilərsiniz. Liftdə doğan, evdə doğan, ambulansda doğan çox xəstələrimiz olubdu belə. Ondan sonra bu sistosel dediyimiz ilərləyən həftələrdə çətin doğuş keçirmiş qadının şeydir. Bizim öz şəklimizdəndir bu. Sonra təbii doğuşda dezavantajlarından biri də doğumun izlənməsi zamanı normal doğuş prosesi ərzində hər an problem yaranır və qəfil keysəriyyə əməliyyatı tələb oluna bilər. Yəni biz doğacaq xəstələrə həmişə deyirəm ki, hazırlıqlı ol. Birdən nəsə anormal bir şey görsən, bir həkim olaraq intuisiyan məni narahat eləsə, sənin gedişatında, uşağın nəsətəsində anormal bir şey görsən, mən səni hər an keysəriyyə ala bilərəm. Yəni həmişə bunu düşünün. Mən 8 santim, 9 santim ağrı çəkdim, açıldım. Doktor məni 8-9 santimə təqib edib sonra keysəriyyə aldı deməyin. O şeylə yanaşmayın olaya. Çünki siz hər şeyi bilmirsiniz. Həkimin bəzi təcrübəsi olur, yaşanmışlıqlar olur. Nəysə hiss edib sizi keysəriyyə götürürsə, doğuşa belə deyim də çox az qalmış. Bilin ki, orada bir xeyir vardır, orada bir səbəb vardır ki, bunu da sizə zaten izah eləyir. Hansı durumlarda doğuşdan keysəriyyə gedə bilərsiniz? Doğuş prosesi yavaşlayır. Normalda, baxın sizə deyirəm, birinci doğuş çətin gedir. 1 saata 2 santim açılırsınız. Yəni, ən uzağı 1 saata 2 santim. 2 saata, yəni açılmışsınızsa, saat 12-də 2 santimsiz. Saat 1-də olacaqsınız 3 santim. Saat 3-də olacaqsınız 4 santim. Yəni 2 saata 1 santim açılırsınız. Bunu yadınıza saxlayın. Proses biraz yavaş gedir. Bu uzarsa, məsələn tutaq ki 1 saat keçib amma hələ də siz açılmır da, ya açılış getmir. 4 saat, 5 saat gedib açılış getmir. Nə olur? Yavaşlayır, ləngir. Belə durumda keysəriyyəyə alırıq. Əgər körpədə çətinlik varsa, uşağın ürək döyüntüsü düşübsə, deselerasiyalar baş verirsə, ürək döyüntülərində yavaşlama və ya sürətlənmə olubsa və bebek kakasını eləyibsə, mekonium dediyimiz kakasını eləyibsə, belə durumlarda həkim kesinlikle ləngimir. Baxın, bir var ki 10 santim açılışda uşağın kakasını görürsünüz. Onda biz doğuzdururuq. Bir şəkildə basırıq eləyirik. Ya yəni artıq çanağa giribsə biz onu doğuzdururuq. Amma 4-5 santimdə uşağın kakasının, suyunun kakalı olduğu görülürsə, həkim o doğuşu aparmamalıdır, keysəriyyə götürməlidir. Yoxsa ömür boyu serebral palsili, zəkası geri bir çocukla uğraşa bilərsiniz. Nəcis nə deməkdir? Uşaq nəcisini ifraz eləyirsə, bu o deməkdir ki, sfinkter açılıb. Sfinkter nə zaman açılır? Uşaq oksigensiz qalanda açılır. Yəni, uşağın nəcis eləməyi bizim üçün sıkıntılı bir durumdur. Bir də təhlükəli qanaxma var. Doğuş prosesinə baxırıq, görürük ki, qan axır. Qırmızı-qırmızı, laxta-laxta qan gəlir. Belə durumda da mütləq doğuşu keysəriyyə başa çatdırırıq. Təcili vəziyyətlərdə keysəriyyə əməliyyatı aparılmasa, uzanan doğuş proseslərində körpənin oksigensiz qalması, gələcəkdə zəka geriliyi, əzələ güc itkilərinə, yəni serebral palsi dediyimiz durumlara səbəb ola bilir. Ananın itələməsi yetərli olmayanda vakum tətbiq eləyə bilirik. Bu da ciddi problemlərə səbəb. Mən vakum istifadə eləmirəm. Eləyənlərə də nə bilim, yaxşı baxmıram. Nəyə görə mən vakum, yəni bu dəqiqə Amerikada da istifadə olunur, amma nəyə görə uşağın başına tostoran kimi bir təzyiqli bir aləti taxıb çıxardaq, nəyə görə? Düzdür.
Bəzən tam çıxımda olur. Onu keysəriyyə ala bilmirsən. O durumlarda tətbiq edilə bilər. Amma yəni planlı vakuum heç bir zaman məsləhət görmürəm. Ondansa keysəriyyə eləmək daha yaxşıdır. Məsələn, forseps taxırlar uşağın başına. Gəncədə bir xəstəmizə taxmışdılar. Sonra bilmədim nə oldu o uşaq. Yəni həkimlər taxırdılar. Yəni orada köhnə həkimlər idi, 40 ilin, 50 ilin həkimləri. Bax belə başda uzamalara səbəb ola bilər. Bu vakuumdur. Baxın, bax burada şey yaradır, təzyiq yaradır. O təzyiqlə uşağı toz kimi də elə bir loru dilə desək çəkir. Sonra doğuş zamanı NST eləyirik. Baxın, bu NST yaxşı NST-dir. Bu NST pis NST-dir. Görürsüz, uşağın ürək döyüntüləri düşür. Bu keysəriyyəyə getsin. Bu da gedəcək keysəriyyə. Amma bu təbii doğa bilər. Bu NST yaxşıdır. Ən çox qorxduğumuz şeydir doğum sırasında körpənin çiyninin sınması. Biz doğumda bunu kəstirə bilmirik. Yəni bilmirik ki, bu uşağın çiyni sına bilər ya da burada körpücük sümüyü var. Baxın, bizim bu sümüklərimiz körpücük sümüklərdir. Bu sümüklər doğum sırasında çıt deyilib qırıla bilər. Düzdür, öz-özünə bunlar sonradan bərpa olurlar. Amma doğuş çətin olanda, ananın vaginal yolundan bu uşaq çıxmayanda, bəzən məcbur sən onu dartışdıranda körpücük sümüyü sına bilir. İndi o da bəzən gəlir deyilə ki, həkim qırdı uşağın falan. Amma bu necə çıxartmalıdır bunu? Məcbur bir şəkildə, əgər uşaq çıxmırsa, çanaqda biraz uyumsuzluq falan varsa, bu tarz ağırlaşmalar ola bilir. Sonra sinir ağırlaşmaları ola bilər. Herpes Klümpe dediyimiz sinir ağırlaşmaları var. Məsələn, uşağın çəkəndə buradakı sinirlərini zədələsən, məsələn, erp palsisi əmələ gəlir, əl bu şəkildə qalır və yaxud da qolun altından tutub çəkəndə bu şəkildə Klümpe palsisi dediyimiz problemlərə səbəb olur. Məsələn, toplum içərisində adamlar görmüsünüz, belə gəzirlər. Bunlar hamısı bir qolu belədir. Görmüsünüz də 100% qabağımıza çıxıb. Bunlar doğum sırasında körpücüyü sınan, sinirləri zədələnən, sonrasında da fizioterapiya görməyən uşaqlardır. Yəni onlar doğum travması almış uşaqlardır. Bunlar bu erp palsisi, Klümpe palsisi haqqında danışmışam. Baxın, bunları görmüsünüz 100%. Belə uşaqlar, yəni görmüsünüz. Yəni bu doğum travmasıdır. Bir də bu kas zədələnə bilir. Bizim baxın bu boynumuzu sağa sola çevirdiyimiz bu üçbucaq kaslar var. Biz buna sternokladiomastoidoz kası deyirik, SCM kası. Doğum sırasında uşağın başına həkim dartanda burada da əgər ananın vaginasından çıxmırsa bu kas da cırıla bilir. Cırılanda nə olur? Bu öz-özünə bərpa olur. Uşağın boynu belə qalır. Tortikollis deyirik. Baxsan müayinəyə gəlir uşaq boynunu belə tutur. Yəni sizin də ilərləyən zamanda uşağınız da Allah uzaq eləsin, doğum eləyəndə belə bir şey görsəz ki, boynunu sadəcə sağa və ya sola yatır, doğum sırasında zədələnmiş ola bilər. Keysəriyyə doğuş nədir? Əməliyyatla uşağın çıxarılmasıdır. Burada əsasən ölüm riskini, dölün və yaxud ananın ölüm riskini azaltmaq üçün edilən bir şeydir. Yəni rutin olmamalıdır keysəriyyə. Sadəcə hal-hazırda biraz sosial indikasyondan dolayı anaların doğmaq istəməməsi, qorxular, o bayaq saydığım səbəblərdən dolayı artıq rutin uygulanır. Amma sadəcə təhlükəli hallarda edilməsi lazımdır. Hansı durumlarda eləyirik? Döl çətin doğulacaqsa, tərs durub, köndələn durubdur, ekizdir, çox döllü hamiləlikdir, anormallıq var, başında şişlik və yaxud da hər hansı bir döl anormallığı var, o durumlarda edilə bilər. Ana daha öncə cərrahiyyə keçiribsə matkasına, məsələn, miyom əməliyyatı olubsa, mən bunu doğuşa buraxmıram. Çünki həmin çapıq cırıla bilər. Yəni çapığın cırılma ehtimalı olan durumlarda keysəriyyə eləyirik. Sonra anada vertikal yoldan keçən xəstəliyi var. Aşağı bölgəsində aktiv herpesi var. Yəni uçuğu var. Aşağı bölgəsində aktiv siyilləri var. Bunları doğuşa buraxmırıq adətən, keysəriyyə eləyirik. Məsələn, spiddir. Anada spid xəstəliyi var. Aşağıdan keçəndə dölün ağzına, burnuna qan təması yüksək səviyyədə ola bilir. Ananın özəyindən vagina mukozası. Ona görə də bunları keysəriyyə ilə sonlandırırıq. Sonra çanaq uyumsuzluğu varsa, dölün doğuş prosesi uzun çəkibdir, böyükdür döl, sonra ciyə sallanır. Yəni bunlar acil durumlarda biz keysəriyyəni tətbiq elədiyimiz şeyləri sadalamışam. Şimdi keysəriyyənin avantajı, dezavantajını deyib mövzunu bağlayacağıq. Deməli, keysəriyyənin ən böyük üstünlüyü körpənin normal doğuş zamanı yaşana biləcəyi riskləri yaşamadan birbaş sağlam şəkildə çıxmalıdır. Baxın, doğuşda dedim, nə oldu? Çiyin qırıla bilər, oradan sinir zədələnə bilər, başı uzunsov çıxa bilər, beyninə, başına oradan doğum sırasında qan sıza bilir, oksigensiz qala bilir. Kesirkada belə bir ehtimalımız çox-çox 1%-in altındadır. 1%-in altında. Alırıq, kəsirik, kontrollu bir şəkildə dölü çıxadıb veririk. Yəni biz belə deyim də, bütün bəbəklər dəyərlidir. Amma bəzi bəbəklər, özəllə süni mayalama bəbəkləri bizim üçün dəyərli bəbək sayılır. Məsələn, süni mayalama hamilələrinə 40 yaşındadır, qadının birinci hamiləliyidir. Bizim üçün dəyərli bir bəbəkdir. Ona görə məsələn onlara keysəriyyə məsləhət görə bilirik. Nəfəs alma çətinliyi və nəfəs sayının artması halları müşahidə oluna bilir. Çünki nə dedik? Doğuş yollarından, dar kanaldan keçəndə bütün ciyərindəki suyu boşaldır. Amma burada yazıq elə belə kəsin tırk çıxdı çölə. Bu suyunu boşaltmağa vaxt tapa bilmədi. Bunu görə başını aşağı əyəsən, ağzına aspir eləyəsən, kürəyindən sıvazlayasan ki, bu
suyunu boşaltsın. Çünki çanaqdan geçmədi. Sonra oksigensiz qalması kimi pis ehtimallar keysəriyədə mövcud deyil. Ya var amma çox dediyim kimi 1%-in altındadır. Sidik hissəsinə hər hansı bir zərər yaşamır. Yəni gücənmirsən. Gücənmədiyin üçün irəliləyən zamanlarda sidik qaçırman olmur. Ondan sonra həm normal doğuşda, həm keysəriyyə doğuşlarında kəsik yerlərində infeksiya, qan yığılması, tikişlərin açılması ehtimalı az da olsa mövcuddur. Çapıqlar əmələ gələ bilər. Baxın, belə çapıqlar, burada nə baxın, suluqlu çapıqlar ola bilər. Çünki keysəriyyədə, yəni yara yeri infeksiyası bizim ən belə deyim də sıx rastlaşdığımız ağırlaşmadır. Keysəriyyə zamanı ananın özünə gəlməsi, otağına keçməsi, dölü ilə əlaqə qurması gecikir. Təbii doğuşda nə idi? Həmən sırazı doğdu, yanına verdik, əmizirdi, bağ quruldu. Keysəriyyədə hələ otağa keçəcək, oyanmada biraz qalacaq. Hələ ümumi narkoz alıbsa, vəbşə də biraz gecikir. Əməliyyatdan sonra ana palataya gələndə əmzirməyə başlayır. Körpə 1-2 saat anasını gözləyir. Bəzən ananın palataya gəlməsi gecikəndə 2 saatdan sonra artıq uşağa simes vermək zorunda qalır, yoxsa uşağın şəkəri düşəcək. Ona görə də ana körpə bağı biraz gec qurulur. Süd gəlməsi gecikir. Çünki nə dedik? Qidalanma gecikir, ananın ağrıları və s. falan filan. Bu da südü gecikdirir. 2 gün xəstəxanada qalsan, amma təbii doğuş demişdik 1 günə qədər qalır. Ağrıları çox olduğundan normal həyata qayıtması 1 həftəni çəkir. Təbii doğuş dedik, durur, gedir, palatadan doğdu, çıxır, özü gedir otağına, amma keysəriyyə bir həftəyə falan özünü toparlayır. Suda doğuş prosesi də yeni populyardır. Bunun məqsədi nədir? Suyun, belə deyim də, isidici təsirindən pelvik kasların gevşəməsidir. Yəni alt bölgədəki əzələlər yumşalır, uşağın çıxışına və daha belə deyim də ağrının azalmasına kömək eləyir. Amma suyun içərisinə doğuzduranlar da var. Sancını suda çəkib, sonra sudan çıxadıb masada doğuzduranlar da var. Yəni fərqli şəkildə olur. Suda doğuşun şəkilləridir. Üstünlüklərindən İşte ağrının azaldılması, rahatlama, ananın daha sərbəst hərəkət eləməsi. Bu arada su da stresi azaldır. Bilirsiniz də, insan hamamda rahatlayır, düzdürmü? Ən sevdiyi şey nədir? Sudur. Belə bir vəziyyətdə o da stresi azaldır. Bundan sonra aşağıdan gələn qanın qoxusunun həkimi narahat eləməsi və yaxud da nəcisin həkimi narahat eləməsi tedirginliyi də olur xəstələrdə. O ehtimal da aradan qalxmış olur. Sadəcə infeksiya riski ola bilər, sudan infeksiya keçə bilər və körpə suyun içinə doğulduğu zaman o suyu uda bilər. Belə məsələlər var. Epidural doğuş haqqında yəqin ki bizim anesteziologumuz danışacaq. Bundan keçmək istəyirəm. Yəni ağrısız doğuş dediyimiz, proses doğuş dediyimiz bir yöntəmdir. Təşəkkür edirəm. Mənim sunumum bu qədər idi.